Salam, xəbərin brendi günün trendi efirdədir. İsrail Müdafiə Qüvvələri 40 qırıcı təyyarə ilə İran ərazisindəki onlarla hərbi hədəfə 100-dən çox sursatla hücum edib. İran İsrailə çox sayda PUA ilə hücum edib. Yəni, hücum əks hücuma bərabərdir. Təl-Əvivdən son vəziyyəti təqdim edirik. הלך נחת אצלנו פה, תראה מה עשו לנו. כל הבית. כל הבית הלך הבית. İsrailin hərbi hava qüvvələri təyyarələrini uçuşa necə hazırladıqlarının videosunu yayıb. İsrailə indirilən cavab zərbələri zamanı İran ilk dəfə olaraq 1500 kiloqrama qədər partlayıcı daşıya bilən Xeybər ballistik raketindən istifadə edib. İsrailli hakerlər İran Dövlət Televiziyasını sındırıb. Efirdə vətəndaşlara küçələrə çıxmaq və etiraz etməyə çağırışı göstərilib. نه دیگه اون بالا چیزه شیر نمیدونم چیه Sepah isə Tehranın ilk dəfə 2 mərhələli orta mənzilli Sacil ballistik raketini İsrail ərazisinə buraxdığını bildirib. بله همکنون شاهد این نمیدونیم چیه. Milyonlarla soydaşımızın yaşadığı Təbriz də dəfələrlə vuruldu. Təbrizin viran qalmış binalarını təqdim edirik. Xudaya sən özün yar ol Təbrizə. Xudaya sən özün yar ol Təbrizə. Dünən Gəncə şəhəri Mahsara bağları adlanan ərazidəki avtomobil təmiri sexində 15 yaşlı oğlanın meyidi tapılıb. Dünyasını dəyişən Ümid Niftəliyev Gəncə şəhər Vəliyev adına 34 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdiymiş. Məlumatda da bildirilir ki, meyidi tapılan Ümid Niftəliyev Gəncədə istifadəsiz qalmış binadan yıxılaraq ölən Elgün İbrahimovla eyni məktəbdə təhsil alıb. Çimərlik mövsümü yeni başlayıb və artıq 5 nəfər dənizdə boğulub. Onlardan biri də Elmir adlı məzundur. Özünüzü qoruyun, həm özünüz üçün, həm də sizi sevənlər üçün. Son zəng günü dənizdə boğulan Elmirin sinif yoldaşları onun məzarını ziyarət ediblər. Nədir, bu nə konsertdir, bilmirəm də. Arvada bax bilirəm, uzanıb yolun ortasında. Avtobusun altına atdı, özüm uzandı orada. Yaxşı avtobus dəymədi, Allah'ım olsun. Bu düzəlməyəcək qardaş, bu atırlar özləri yolun qabağına, bu avtobusun, əsas avtobusun qabağına qardaş. Bu nədir, nə hoqqadır bilmirəm. Allah bu sürücülərə səbir versin.
Binəqədidə narkokuryerlik etdiyi üçün saxlanılan şəxsdən 6 kiloqram narkotik vasitə aşkarlanıb. Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən əməliyyat zamanı 28 yaşlı Səbuhi Balakişiyev saxlanılıb. Ondan 2 kiloqram 885 qram heroin, 1 kiloqram 230 qram tiryək və 2 kiloqram 765 qram marixuana aşkarlanıb. Səbuhi Balakişiyev narkotikləri TikTok sosial şəbəkəsində tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan xarici ölkələrdən birinin vətəndaşından əldə etdiyini bildirib. Azadlıq prospekti 13 ünvanında çoxmərtəbəli yaşayış binasının damında qanunsuz olaraq hovuz və tikili inşa edilib. Sözgedən binanın damında qanunsuz tikililərin sökülməsi istiqamətində işlərə başlanılıb. Qeyd edək ki, bu qanunsuz tikililər binanın dam örtüyü və konstruksiyası üçün ciddi təhlükə yaradıb. Sahibsiz və quduz itlərin yollarda, küçələrdə təhlükə saçması təəssüf ki, öz aktuallığını qoruyur. Rökbatanda sahibsiz itlər qoyunu parçalayıb. Maraqlıdır ki, kiminsə mülkü olan qoyunu itlərin parçalamasını kənardan kameraya çəkən şəxs itlərə mane olmayıb. Səbəb nədir bilmirəm, amma indi sizə təqdim etdiyim bu videonu sosial şəbəkələrdə kim gördüsə, bu görüntünü çəkən şəxsi sərt tənqid etdi. Hər gün Respublika yollarında onlarla qəza baş verir. Bəzən yol hərəkət iştirakçıları mübahisə edir. Əsl səbəbkarın müəyyənləşdirilməsi zamanı dava da edirlər. Bugün səhər saatlarında qeydə alınmış yol qəzasını görüntüləyən izləyici bildirir ki, hadisə iştirakçıları qəzadan sonra bir-birini ittiham ediblər. Kimdir müqəssir? Səhər gəlmişim. Bazar solun qarşısında belə bir dənə qəza baş verir. Qara maşın çıxır və bu metalik Mercedes girir. İkisi də günah bir-birlərində görürlər. Sizcə günah kimdədir? Sürücülər aynaya məxsus cərimə avtomobillərindən narazılıq edirlər. Onlar bildirirlər ki, avtomobili cəmi bir neçə dəqiqəlik saxlasalar belə dərhal cərimə yazılır. Deməli, hər hansısa mağazinə girib bir dəqiqə məsələn suya dalmaq istəsin, gəlir bu maşın aynanın maşını üstündə gördüyünüz kimi radarla doludur. Çəkir 40 manat yazır gedir. Texniki cəhətdən nasaz avtomobilin idarə edilməsi real təhlükədir. Bəzən sürücü özü də bilmədən avtomobili bu vəziyyətdə idarə edir. Digər sürücülərin onu xəbərdar etməsi təqdirə layiq addımdır. Qabaqda gedən maşının nə işığı yanır, nə tırmız verəndə. Tırmız verəndə işığı yanmır. Qabaq dayanıb, bundan da işıqları yanmır. Motosiklet almışım. Motosiklet düz gedirmiş, maşın gəlib çıxıb onda. İnşaatçılar. Bir diqqətlə baxaq, bu görüntüdə neçə qayda pozuntusu var. Gülü behiştə naz edər, saçından aldığım ətir, oxunmamış kitab kimi maraqlı səni sətirsən. Gülümsə ruhum. Yolun ortasında maşını saxladılar, oynadılar. Toya gedənlər şadlıq evinə çatmağa səbr etmədilər. Asan xidməti qabağında bax, bunların hamısı 15 sutka aparacaqları görərsən. Toyda oynayır. Bəzən tələskənlikdən, bəzən də özünü hamıdan ağıllı hesab etməkdən irəli gələrək bəzi sürücülər yol hərəkət qaydalarını pozur, başqa sürücülərin sırasına daxil olur və bir də görür ki, yol polisi yanındadır. Babək prospektində bu döngədə də yəqin qayda pozuntusu edən sürücülərə çox rast gəlinir. Polis əməkdaşları tərəfindən məişət səs-küyü ilə bağlı qəbul edilən normalara əməl olunması üzrə nəzarət tədbirləri davam etdirilir. Gecənin sükutunu pozan səs-küy. Bəzən sual olunur ki, gecə saat 12-dən sonra yolda hərəkətdə olan zaman avtomobilimdə yüksək səslə musiqiyə qulaq asdığım üçün
Tez-tez səs siqnalından istifadə etdiyim üçün polis əməkdaşları nəqliyyat vasitəmi saxlayır. Bu qanuni prosesdirmi? Bəli, bu zaman həmin nəqliyyat vasitəsinin saxlanılmasına qanuni əsas yaranır. İrəvanda Rusiya vətəndaşı, milyarder erməni əsirli iş adamı Samvel Karapetyanın məhkəmə prosesi ilə bağlı ötən gündən bəri gərgin anlar yaşanır. Honda çoxdəfəli istifadə üçün nəzərdə tutulan raketin sınağını uğurla həyata keçirib. Kosmos daha da yaxınlaşdı və daha da ucuzlaşdı. Allah bütün balaları qorusun və onları bütün xeyirli arzularında müvəffəq etsin. Yüksək bal toplayan abituriyentin öz nəticələrini öyrənərkən verdiyi maraqlı reaksiya kənardan görüntülənib və izlədikcə insanın üzündə təbəssüm yaranır. Azərbaycanda toyda maraqlı hadisə yaşanıb. Gəlin də Qalatasaray forması geyinib, bəyə də Qalatasaray forması hədiyyə edib. Allah xoşbəxt eləsin. Neftçala rayonunda şəhərin mərkəzinə gedən yolun kəsişməsində quraşdırılan lövhədə 44 günlük Vətən müharibəsinin əsas rəmzlərindən olan Xarı Bülbülün rəsmi vurulub. Gözəl təşəbbüsdür o rəsm orada, gözəl addımdır, lakin lövhədə Xarı Bülbülün fotosunun cırılıb yerə düşməsi qan qaraldıcı haldır. Fotonu çəkib sosial şəbəkədə paylaşan şəxs də bu halın tezliklə aradan qaldırılması arzusunu ifadə edib. Elə dünən xəbər vermişdi ki, Novxanda bəzi restoranlar səs-küy yaratdığına görə cərimələnmişdi. Amma belə restoran və kafelerin sayı nə birdir, nə də iki. Saymaqla deyəsən cərimələməklə də bitməz. İndi təqdim edəcəyimiz restoranda da əyləncə gecə saatlarında da davam edir və yaxınlıqda yaşayan sakinlərin gecələri kabusa dönür. Sizlik çörəyinin içindən nə olduğu bilinməyən şeylər tapıldı. Bu haqda müştəri paylaşım edib. Daş kimi. Heç bilmirəm bu nədir belə. Küflənmiş çörək. Təzə çörəyin içinə bas. Təzə çörəyi adından almışıq, ala içindən çıxanlar alır. Masazırın Qurtuluş Şüsəsi 93 ünvanında yerləşən binaların yanında zibil konteynerlərində yanğın baş verib. Yanğına səbəb 10 yaşlı uşağın məişət tullantılarını yandırması olub. Yanğın nəticəsində yaxınlıqda olan ağaclar da alovlara bürünüb və kadrlarda da görünür ki, Fövqəladə Hallar Nazirliyinin yanğın söndürmə xidmətinin əməkdaşları alovun qarşısını almağa çalışır. Hadisə zamanı yanğını izləyən uşaqların da əməkdaşlara əl çaldıqları, alqış etdikləri əks olunub. Futbol ölkəsi deyilik, amma futbolu çox sevirik. Əslində yaxşı oynaya da bilirik. 198 nömrəli məktəbin şagirdlərinin məktəbin həyətindəki oyunlarına baxanda aydın olur ki, uşaq futboluna diqqət artırılsa, dünya çempionu da olarıq. Analisar, deixa a timidez de lado, puxa amigo e vem dançar. Mostra tudo que cê sabe que o Livinho vai te olhar. Pode sentar, pode sentar, pode. Və hörmətli tamaşaçılar, sizə sizi göstəririk, sizə sizdən danışırıq. Odur ki, bax burada yazılan WhatsApp nömrəmizə, qaynar xəttimizə sizi narahat edən və maraqlandıran məsələləri videoya çəkib bizə göndərin. Biz də sizə həmin videoları təqdim edək. Xəbər ziyafətimiz yekunlaşdı. Yenidən görüşərik, vədimizə sadiq olaq.